Salam millət, xoş gördük kəsi. Mən sizə bu günləri Binance və digər birjalarda olan indikator alətlərindən istifadə edərək günlük alış-satış və futures üzərindən scalp etmək yöntəmini, hansı indikatorların hansıları birləşdirib hərəkət etmək lazım olduğunu sizə hər gün öyrətmiş olacağam. Bunun üçün siz sadəcə iki proses həyata keçirəcəksiniz. Yalnız YouTube kanalıma abunə olursunuz, videonu bəyənirsiniz, şərh yazırsınız və həmçinin də Telegram kanalıma açıqlama bölməsindən keçid alaraq qoşulursunuz. Burada əsas məsələ nəyə görə Telegram kanalı? Çünki mən hər gün məlumatları Telegram kanalımda paylaşacağım 2-3 indikator olaraq. Amma ən sonda bütün indikatorları bitirəndən sonra, bütün deyəndə biz orada bütün indikatorlar olar ki 50 indikatordan sonra, 20 indikatordan sonra mən sizin üçün bir video çəkərəm ki, əyani bu prosesi necə eləyirlər, hansı göstəricilərdə hansı əmri veririk, hansında hansını alırıq. Təbii ki, mən mətnləri paylaşanda sizinlə orada da göstərəcəm ki, yəni bu indikator nə işə yarayır, hansı vaxtda bu indikatordan istifadə edib alış və ya satış eləmək düzgündür, düzgün deyil. Yenə də indikator bunu göstərirsə bu 100% anlamına gəlmir. Çünki ortada başqa faktorlar da var, hansı ki siyasi, iqtisadi, bunlar da təsir göstərir. Yəni indikator aşağı getdiyini göstərdiyi anda hər şey birdən yuxarı da gedə bilər. Məsələn, dünyada elə bir akula bir dənə elan buraxar. Məsəl üçün XRP aşağı getdiyi yerdə deyək ki, XRP 10 dollar olacaq. Hamı dərhal gedib XRP alır və pump yaratmış olur. Nəticədə o qazanacaq. Təbii ki, yəni bu bir oyun olaraq belə bir şey də eləyə bilərlər. Çünki çox coin eləyiblər. Dogu və s. və digərlərinin başına belə oyunlar açıb özləri güclü pullar qazanıblar. Ona görə də belə hallarda hər gün olmur. İldə bir dəfə, iki dəfə olan bir şeylərdir. Ona görə də siz indikatorları öyrənməlisiniz mütləq. İndikatorlarını hərəkət eləməlisiniz. Və mən sizdən heç bir yatırım, pul və s. nə tövsiyə verirəm, nə də ki, tövsiyə necə, yəni gedin falan coinə pul yatırın və s. və yaxud da mənə pul verin, mən sizə bunu nəyisə öyrənim. Xeyr, sadəcə videonun axıra kimi videoya baxın, dinləyin və Telegram kanalına abunə olun. Orada da bu mətnləri, bu məlumatları paylaşacağam, yararlanın. Yəni mənim sizə başqa da, yəni nə istəyim, təklifim və s. yoxdur. Deməli, və bu yadımdan çıxmışdı. İndi hal-hazırda bizə 2 dənə coin haqqında mənə sual gəlib. 7-8 nəfər yazıb. Çünki onun da səbəbi nədən ibarətdir? Birincisi XRP-dir. XRP-yə türk YouTuberlərdən görürlər ki, XRP 20 dollar olacaq. Belə bir başlıqlar atırlar. Və insanlar o başlığı görən kimi dərhal gəlib bu videonu izləyirlər ki, vəsə da burada nəsə tema var. Okeydir. Bəli, XRP-nin 20 dollar olma ehtimalı düzdür. Ola bilər. 1.2 trilyon dollara yaxın market cap olacaq, əgər 20 dollar olarsa. Real mənim üçün bu il üçün, yəni maksimum mən 3-5 dollar gözləyirəm. Yəni hər şey ola bilər, amma mən belə gözləyirəm. Yəni mənim üçün bu dəqiqə belə. Çünki birdən-birə 10 dollar olması çox absurd görünə bilər. Çünki 40-50 sentlərdən maksimum 3 dollar görmüşdü bazarın ən dəli vaxtında. 10 dollar olmağı, 1 dollar 10 olmağı çox dəhşətli bir şeydir. Amma yenə də bunun üçün gərək bütün dünya bankları belə deyək, XRP-dən istifadə etməyə başlasın. Onda olma ehtimalı var. İkinci coin-də, yəni XRP, onu da deyim, XRP yəni qəşəng coin-dir. O halda ki, yəni dövlətlər də bundan istifadə edirlər, yəni bank sistemi və s. Çünki çox sürətlidir və komissiyası çox azdır. İkinci bizim burada Fil coin var, hansı ki bir dəqiqə, hə. Bu 0.70 sentdən əməliyyat edir. Çox gec qalxan bir coindir. Yəni insanlar alırlar, əllərində qalırlar və səbr eləmədən satırlar. Amma mən sizə məsələn göstərə bilərəm ki, bu coin baxın, görün haralardan 1.32 ən yüksəyinə baxaq. Deməli, ən yüksəyi də olub bir dəqiqə 237 dollar 21-ci ildə. Hal-hazırda isə 1 dollardır, həcmdə 32 milyondur. Bazar kapitalı nə qədərdir? Bir dəqiqə. 1.38 milyard. Deməli, bu coin gec qalxır. Amma qalxanda da, yəni bazar bir də görürsünüz ki, hər şey sabit olduğu halda fil oyun çıxardır. Yəni belə şeylər də mümkündür. Yəni qəşəng coindir. Yəni belə
vozluq bir şey deyildi. Yəni almayım zad ora bura. Məsəl üçün kimsə özünə portfel tutursa, bu coin-də içinə əlavə eləyə bilər də istəsə. Yəni o qədər də bərbad bir şey deyildi. Yəni arxasında proyekt və s. var, ona görə deyirəm. Mən sizə göstərdiyim indikator alətlər bunlar görürsünüz. ACI 6, Stock ACI, DA, DIF, MACD. Bax sonra aşağıya gəlirik. Burada görürsünüz MA, EMA, BOL, SAR. Bax bunların hamısının mən sizə mənalarını konkret olaraq Telegram kanalında açıq şəkildə göstərəcəm. Hansı indikatorlarla hansılar birləşdirirsiniz, scalp etmək üçün istifadə edirsiniz və yaxud da spot gündəlik qazanc üçün istifadə edirsiniz və digərlərin hamısını sizə mən yavaş-yavaş bir-bir izah edəcəm. Öyrənmək istəyən öyrənəcək. Əgər bu işi görüb öyrənmirsənsə də itkilərə yol verəcəksən. Mütləq şəkildə bu lazımdır. Öyrənməlisən bunu. Və yenə də deyirəm, mən sizdən heç bir yatırım, pul bunun qarşılığında istəmirəm. Sadəcə YouTube kanalına abunə olursunuz, videomu bəyənirsiniz, şərh yazırsınız. İkinci əsas məsələ də Telegram kanalıma abunə olursunuz. Başqa heç bir şey lazım deyil. Nə suallarınız olsa şəxsən mənə birbaşa yaza bilirsiniz. Qrupda söhbət də var, oradan da yaza bilərsiniz. Hamıya açıq fikirlərinizi. Yəni beləsinə, yəni mən də sizdən nəsə öyrənə bilərəm. Yəni mən video çəkirəmsə o demək deyil, mən kəlləyəm, bu işin dahisiyəm. Ola bilər mənim bilmədiyim də bir şey olar. Yadıma gəlir ki, Trump coin pre-marketdə olanda bir izləyicim yazdı mənə ki, coin-i araşdır, gör necə coin-dir. Mən dedim ki, vaxtım yoxdur, sonra baxaram bura. Mən hələ də o izləyici bilmirəm kimdir. Yəni amma o deyirəm ki, o havalıdır. Yəni mənim əlimdə onu deyəndə mən onu alsaydım, çox yüksək dərəcədə pulum olardı. Yəni 50-100 min pul qazanmış ola bilərdim o dərəcədə. Yəni 77 dollarda bağladı da ən yüksəyi oranı vurdu, düşdü aşağıya. 80 sent idi səhv eləmirəmsə pre-market, yəni ön satış qiyməti, bazara çıxmamışdan əvvəlki qiyməti. Yəni ona görə də yəni mən özüm ağıl hesab edirəm. Siz də nəyisə bölüşə bilərsiniz, mənlə yaza bilərsiniz, deyə bilərsiniz. Baxaram ki, bəli ağla batan bir şeydir, icra eləyərik. Ona görə də qarşılıqlı əlaqədə nələrsə bacara bilərik, düşünürəm. Belə İnşallah sabahdan, daha doğrusu elə mən bu gündən 3-4 indikatorun artıq nəyə yarayır, nə işə yarayır, harada istifadə etmək lazım oldu, sizə çəkib göstərəcəm. Video bəyəndinizsə, bəyən işarəsinə basın, kanala abunə olun və şərh yazmağı da unutmayın. İnşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.